Rəcəb ayı çox mübarək bir aydır. Rəcəb ayı çox bir şərafətli aydır və İmam Sadiq əleyhissalam Peyğəmbərdən bir hədis qeyd edir ki, Peyğəmbər buyurur ki, Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Yəni ümmətimin tövbə edəcəyi bir aydır. Bu ayda çoxlu istiğfar edin. Allah bağışlayan və mehribandır. Bəli, Allah Taala öz mehribançılığını, o bağışlamağını bir daha da bizə göstərir ki, istiğfar edin, qapıma gəlin, sizi bağışlayım. Təbii ki, tövbə qapısı hər zaman insanın üzünə açıqdır. Bunu Allah Taala özü də deyir ki, nə zaman tövbə etsəniz bağışlayaram. Amma bəzi günlər, bəzi gecələr, bəzi aylar var ki, onlar seçilmiş aylardır. Bu aylarda edilən tövbə daha tez qəbul olunur. Bu aylarda edilən tövbənin nəinki tövbəsi qəbul olur, eyni zamanda Allah Taala ona başqa bir savab da verir. Allah Taala ona başqa bir mükafatlar da verir. Məhz Rəcəb həmin aylardandır ki, tövbəmizin ən tez qəbul olunacağı bir aydır.